Salam dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün sizinlə sınanmış 100% zəmanətli bir reseptlə qış üçün çox ləzzətli, xırçıltılı göy pomidor şarabası hazırlayırıq. Biz burada 3 kilo yarım göy pomidor götürmüşük. Mən videonun səsləndirməsini, turşunu hazırlayıb qurtardıqdan sonra etdiyimə görə bu dəfə bizdə bir balon nə qədər tutdusa onu mən sizə dəqiq deyəcəm. Çünki bizdə pomidorlar böyüklü, kiçiklidir. Ona görə də bir balon 1 kilo 750 qram pomidor tutdu. Təbii ki, balonun pomidor tutumu pomidorların ölçüsündən asılıdır. Əgər kiçik olsalar daha çox tutacaq, iri olsalar daha az tutacaq. Bundan əlavə bizə duz lazımdır. Duz da pendir və turşular üçün olan xüsusi yozsuz duzdandır. İri marketlərdə bu duzdan tapa bilərsiniz. Tapa bilməməsəniz iri xörək duzu ilə də etmək olar. Bundan əlavə limon duzu, şəkər tozu, dəfnə yarpağı, qara toxum istiot, keşniş toxumu, göyərtilərdən kərəviz, cəfəri, şüyüd. 2 balon üçün 1 ədəd qırmızı uzun acı istiot, yəni pul biberlik istiot. Hər balon üçün 2 ədəd yaşıl uzun şirin biber, sarımsaq və bir də 4% üzüm sirkəsi lazım olacaq bizə. Tərəvəz və göyərtiləri tərtəmiz yuyub quruduruq. Göyərtiləri bir parçanın arasında suyunu alırıq. Pomidorları da qoyuruq süzgəcin içərisinə, aş süzənin içərisinə, suyu süzülür. Bəzən bizə yazırsınız ki, turşu hazırlayırıq, alınmır. Ona görə alınmır ki, siz tərəvəzləri yaxşı qurutmursunuz, ola bilər. O da bir səbəblərdən biri ola bilər. Biraz suyu qalır canında və o su duz-su balansını pozur. Siz onda duzunu artırmalısınız biraz, amma artırmırsınız, ona görə də turşu alınmır. Pomidorların saplaq hissəsini bıçaqla ovub çıxarıb bir ləyənə yığırıq. Pomidorları hazırladıq. Turşunu tutacağımız balonları da soda ilə sürtüb axar suyun altında yuyuruq və tərs çeviririk ki, suyu süzülsün. Amma biz bu dəfə həm də sterilizə edirik balonları qaynar su ilə. Yəni hər bir balona qaynar su alırıq. Bir 5 dəqiqə qapağı örtülü vəziyyətdə saxlayırıq və sonra bu su ilə balonu çalxalayıb suya atırıq və bir parçanın üzərinə tərs çeviririk ki, suyu süzülsün. Amma siz bunu etməsəniz də olar, vacib deyil. Daha sonra balonları doldururuq. Hər balona iridirsə 1 ədəd, xırdadırsa 3 ədəd dəfnə yarpağı, xırdadırsa 4-5 diş, iridirsə 2-3 diş sarımsaq xırdalayıb əlavə edirik. Hər balona 1 ədəd yaşıl uzun şirin biber, 1 ədəd qırmızı uzun acı istiotu hissələrə bölürük. Hər balona bir tikə atırıq altdan. Biz ara qatlara da biraz balona pomidor yığdıqdan sonra yenə də bu əlavə etdiklərimizdən əlavə edəcəyik ki, bərabər paylansın dadlar. Hərəsindən 3-4 tel kərəviz, cəfəri və şüyüd göyərtilərindən, yarım çay qaşığı qara toxum istiot və 1 çay qaşığı keşniş toxumu əlavə edirik. Ardınca balona səliqəli və sıx şəkildə biraz göy pomidor yığırıq. Balona bir qədər göy pomidor yığdıqdan sonra ara qata yenə də cəfəri, kərəviz və şüyüd göyərtilərindən uzun yaşıl şirin biber 1 ədəd atırıq və uzun qırmızı acı istiotdan da bir tikə yenə də kəsib əlavə edirik. Acı xoşlayırsınızsa bunu artıra bilərsiniz, amma biz istəmirik çox acı alınsın. Və 1-2 ədəd də dəfnə yarpağı əlavə edirik yenə də və dolana qədər balonu göy pomidorla doldururuq. Daha sonra çaydanı qaynadırıq və bu qaynar su ilə balonları doldururuq.
Bir 15 dəqiqə gözləyirik ki, suyun istiliyi pomidorlara keçsin, pomidorlar isinsinlər, amma suyu da çox soyutmaq olmaz. 15 dəqiqədən sonra həmin suyu süzüb atacağıq. Bu su artıq bizə lazım olmayacaq. On 15 dəqiqə keçdi. Əlimizlə balonlara toxunuruq. Görürük ki, qaynar deyil su, amma kifayət qədər istidir. Biz bu suyu boşaldıb atırıq. Bu ilk su bizə daha lazım olmayacaq. Boşaltdığımız ilk suyun yerinə balonları təzə qaynar su ilə doldurub, bu dəfə onları 20 dəqiqə gözlədirik. Biz balonları bir-bir eləyirik. Elə birinin suyunu boşaldırıq, yenidən qaynar su əlavə edirik. Sonra digərini də boşaldıb, ardınca qaynar su əlavə edirik ki, çox soyumasın balonlar. Bu suyu atırıq və qeyd etdiyim kimi bu dəfə balonları 20 dəqiqə gözlədirik. 20 dəqiqədən sonra növbə ilə balonlardakı suyu qazana boşaldıb onu qaynamağa qoyuruq. O vaxta qədər biz balona 2 çay qaşığı şəkər tozu, 2 dolu xörək qaşığı duz, 1 silə, yəni baxın bu qədər çay qaşığı ilə limon, duzu və 3 dolu iri xörək qaşığı üzüm sirkəsi. Olmasa alma sirkəsi də əlavə edə bilərsiniz. Əlavə edirik və su bərk qaynamağa başlayanda onu götürüb balona doldurub balonun qapağını möhkəm kip bağlayıb stadiyanın arasına sarıyırıq. Bu qədər sadə. Hazırlanması asandır, amma çox ləzzətli, xırçıltılı və zəmanətli bir turşudur. Hazırlasanız özünüz görəcəksiniz. Bəs yazın görək siz daha çox hansı turşuları xoşlayırsınız, turşunu xoşlayırsınız. Bizim üçün maraqlıdır ki, bilək görək xalqımız, daha doğrusu bizim izləyicilərimiz daha çox hansı turşuya üstünlük verirlər. Digər balonu da eyni qaydada bağladıq. Balonların üzərinə bir dəsmal atırıq. Biz sonra onları stadiyanın arasında da sarıyacağıq. Bir gecə adiyanın arasında qalır. Ertəsi günü onları qış hazırlıqlarını saxladığımız yerə yerləşdiririk. 2-3 həftədən sonra turşu yeyilməyə hazır olacaq. İstədim bu videoda o yayın cırhacırlarında, avqust ayında hazırlayıb YouTube kanalımızda paylaşdığımız sirkə badımcanın vəziyyətini sizinlə paylaşım. Görürsünüz ki, çox əladır. İçərisində heç bir ərpi yoxdur. Bəzi izləyicilərimiz deyirlər ki, yayın istisində hazırlayanda qalmır turşular. Amma görürsünüz, biz bunu yayın cırhacırlarında hazırlamışıq. Elə həyat dolabında da saxlamışıq. Heç nə olmayıb turşuya. Baxmayaraq ki, ora həyat dolabı gün düşməyən yerdədir, nisbətən sərindir, amma soyuducu da deyil. Xarab olmayıb, əla qalıb. Köhnə videomuza izləyicilər yazırdılar ki, şükür Allaha bu il hələ elə bir şey gəlməyib, kim hazırlayıb razı qalıb, amma köhnə videoda izləyicilər yazırdılar ki, içərisində ərpəmələ gəlir turşunun. Bu nədəndir? Biz sizinlə əla, A-dan Z-yə hər şeyi dəqiq izah etdiyimiz, göstərdiyimiz bir video paylaşmışıq. Sirkə badımcanın hazırlanması qaydasını. Həmin videonu izləsəniz, diqqətlə, dediyimiz kimi hər şeyi eləsəniz, sizdə də belə əla, möhtəşəm sirkə badımcan turşusu alınacaq. Biz bu balaca bankanı anam nə vaxt ki pay vermək istəyir. Mən deyirəm ki, yox, qoy izləyicilərimiz də paylaşaq. Heç özümüz də yemirik, ancaq bu iri balonun üzərindən götürüb qonaq gələndə qoymuşuq. Özümüz də yemirik ki, qoy qalsın, göstərim izləyicilərimizə, sonra istifadə eləyərik. Eyni bu qaydada hazırlayın, inanın ki, çox bəyənəcəksiniz. Hələ ki badımcan var, hələ ki mövsümü də tərəvəzlərin hazırlaya bilərsiniz. Əgər videonu bəyəndinizsə, like etmək də yadınızdan çıxmaz. Şərhlərinizi gözləyəcəyəm. Hələlik.